Xaricə keçən Azərbaycanlıların Azərbaycan haqqında darıxdığı bir sən nədir? Anamın dolması, anamın plovu, dədəmin kebabı, samavar, paxlava, şəkərbura. O dolma üçün niyə darıxırsan? Amma həqiqi səmimi soruşum. Oranın göyərtisi bizim göyərti kimi dadmır. Bizim göyərti nə dadır ki? 20 göyərtidir da. Əziz Tural və Əli, ilk dəfə sizinlə razı deyilik. Mənim anamın dolması, Mənim anamın dovğası, Naxçıvan qavurması. Bunlar həqiqətən də darıxılacaq şeylərdir. Təəssüf ki, Azərbaycanda olan bəzi məhsulların dadı, ətri burdakılarla eyni deyil. Bu gün ailələrimiz o evin dadlı, ətirli nemətlərindən göndərib bizə. Qutunun qapağını açanda belə Azərbaycanın ətri gəlir. Bəlkə çox-çox uzaqdayıq, amma bu dəfə ləzzətlər bizi bir anda yenə evimizə apardı. Əsl xoşbəxtlik bir payla gələn sevginin içindədir. Ailəmizə çox təşəkkür edirik. Bizi hər dəfə uzaqdan da olsa eyni masa ətrafına topladıkları üçün. Çünki uzaqda olsaq da ev dediyin yer sevgidən başlayır. Göz haqqınızı halal edin. Sevgi ilə qalın, hələlik. Hələlik. Bana